Bugünkü elə mövzumuz allergiya olacaq. Allergik xəstəliklərə ilin hər fəslində rast gəlmək olur. Xəstəlik insandan uzaqlaşa bilir, yoxsa elə ömrü sonuna kimi qalır? Allergik xəstəliklər belə deyək tam sağalmır. Qorxulu bir şey yoxdur, özüm müalicə edərəm. Asma kimi ağır hallara qədər gətirib çıxara bilir. Hamilə qadına keçə bilərmi? Hansı problemlər yarada bilər? İlk 3 ay ərzində çox ciddi fəsadlara gətirib çıxara bilir. Su çiçəyi, qızılça kimi xəstəliklər də ortaya çıxır. Düzgün müalicə olunmasa başqa xəstəliklərə, ağırlaşmalara yol aça bilir. Uşaqlarınızı vaxtında müalicə edib və düzgün müalicə aparasınız ki, sonradan böyüyəndə peşmançılıq hissi yaşamayasınız. Rəsulova ilə söhbətə xoş gəldiniz. 1 mayda bilirik ki, havalar istiləşir. Hamının necə deyirlər, əhval-ruhiyyəsi də gözəl olur, günəşli olur. Sözsüz ki, o havanın istiləşməsi də bir çoxlarının əhval-ruhiyyəsinə təsir edir. Ağaclar çiçəklənir. Bir tərəfdən müsbət, yaxşı, yəni təsir eləsə də, bir tərəfdən kimdə ki, bu havaların istiləşməsi ilə bağlı, ağacların çiçəklənməsi ilə bağlı hansı bir problemləri varsa ortaya çıxır, onların əhval-ruhiyyəsi isə əksinə pisləşir. Söhbət allergik və digər xəstəliklərdən gedir, həm uşaqlarda, həm də böyüklərdə. Bugünkü elə mövzumuz allergiya olacaq və digər xəstəliklər olacaq. Qonağım isə həkim pediatr Fidan xanım Mirzəyevadır. Xoş gəlmisiniz. Xoş gəldik Vəfa xanım. Təşəkkür eləyirəm, dəvətimi qəbul etdiniz. Ümidvaram ki, bugünkü söhbətimiz hamıya faydalı olacaq. Bütün həm valideynlərə, həm böyüklərə, həm kiçiklərə xeyirli söhbətimiz olacaq. Fidan xanım, ilk növbədə başlayaq ki, bu çiçəklənmə ilə, bu havaların istiləşməsi, ağacların çiçəklənməsi ilə bağlı bir çoxlarında allergiya yaranır. Nədən irəli gəlir? Allergik xəstəliklər mövsümi xarakter daşıyır. Yeniyetmələrdə, uşaqlarda, böyüklərdə daha tez-tez rastlaşa bilirik. Bu çiçəklənmə dövrü ilə əlaqədar olaraq yaz aylarında havada tozcuqların çoxalması ilə xarakterizə olunur. Yəni bahar fəslində əsasən o yaranır, yoxsa başqa bir aylarda da ola bilər? Allergik rinit xəstəliyi əsasən bahar fəslində yaranır və il boyu davam edə bilir. Ümumiyyətlə allergik xəstəliklərə ilin hər fəslində rast gəlmək olur. Bu genetik xəstəlik də hesab oluna bilər. Ana xəttlə keçir uşaqlara. Və sonradan qazanılmış formada da yarana bilir. Yəni bu allergiyanın qarşısını necəsə almaq olur, yoxsa yəni ki, müəyyən bir yaşda həmin bu allergiya olur, bir çox uşaqlarda, böyüklərdə, daha sonra isə müəyyən bir yaşdan sonra, misal üçün yeniyetməlik dövrünü keçəndən sonra bu xəstəlik insandan uzaqlaşa bilir, yoxsa elə ömrün sonuna kimi qalır? Allergik xəstəliklər belə deyək tam sağalmır, lakin müalicə olunur. Bir müddət 3 il, 5 il müvəqqəti durğunluq yaranır, sonradan geri qayıda da bilir. Ümumiyyətlə allergik xəstəlikləri nəzarətdə saxlamaq lazımdır. Müalicə olunmasa belə asma kimi ağır hallara qədər gətirib çıxara bilir. Neçə yaşından artıq başlayaraq onun müalicə etmək lazımdır ki, sonradan ağır fəsadlar olmasın? 3 yaşından sonra uşaqlarda allergik xəstəliklər özünü büruzə verməyə başlayır. Müalicəsi necə olur? Simptomatik müalicədir. Antihistaminlərlə müalicə olunur və daim nəzarətdə saxlanılmalıdır uşaqda, yeniyetmələrdə, böyüklərdə. Bəzi valideynlər var ki, allergiya yarananda deyirlər ki, yəni belə bir qorxulu bir şey yoxdur, özüm müalicə edərəm. Bax, həmin valideynlərə buradan nə demək istəyirsiniz? Həmin valideynlərə onu demək istəyirəm ki, uşaqlarınıza qarşı biganə yanaşmayın. Allergiya xəstəliyi ciddi bir xəstəlikdir. Ağır fəsadları yarana bilir. Və mən buradan bütün izləyicilərə müraciət etmək istəyərdim. Bizi sosial şəbəkələrdə də izləyə bilərsiniz. Instagramda, YouTube'da, Instagramda Rəsulova ilə söhbət yazıb kanalımıza abunə ola bilərsiniz. Səhifəmizə eyniliklə YouTube'da Vəfa Rəsulova yazıb kanalımıza abunə olursunuz və bütün mövzularda aktiv olaraq iştirak edə bilərsiniz. Həm rəylərinizi, həm təkliflərinizi yazıb göndərə bilərsiniz və aşağıda qeyd olunan mobil telefon nömrəsi ilə əlaqə saxlayıb bizə bütün suallarınızı
verə bilərsiniz. Fidan xanım, deməli eyniliklə bu allergik xəstəliklərlə paralel olaraq bilirik ki, həmin aylarda və digər başqa aylarda da ola bilər su çiçəyi, qızılça kimi xəstəliklər də ortaya çıxır. Yəni başlayaq su çiçəyi xəstəliyindən. Onun simptomları nədir? Necə müalicə etmək lazımdır? Valideynləri maarifləndirək. Su çiçəyi xəstəliyi infeksion virus xəstəliyidir. Adətən uşaq yaşlarında, bağçaya gedən uşaqlarda, məktəb yaşlı uşaqlarda daha çox özünü büruzə verir. Belə deyək də, səpgilər əmələ gəlir, özü də sulu səpgilərdir. Hansı səpgi çıxıbsa yeni, onu mütləq loru dildə desək, zilyonka ilə xüsusi maddə var, onunla rəngləmək lazımdır. Yəni o həmin vasitə deyilənə görə heç kömək eləmir. Sadəcə biz hər gün hansı ki yeni səpgilər çıxırsa, biz onları özümüz üçün qeyd eləyirik, yəni valideynlər. Daha yenisi çıxanda da biz onları da qeyd edirik. Nə vaxt ki biz uşaqda heç bir yeni səpgi görmürüksə, yəni bu xəstəliyin yoluxucusu sayılmır. Bu doğrudur ya necə? Su çiçəyi xəstəliyi uşaqlarda yoluxduqdan 2-4 gün ərzində səpgilər meydana çıxmağa başlayır dəri səthinin üzərində. Ümumən 7 gün ərzində bu proses davam edir. Son dövrlərdə biz səpgilər zamanı xüsusi losyonlar var ki, onlardan istifadə edirik. Su çiçəyi zamanı uşaqda ümumi halsızlıq yaranır, temperatur yaranır. Və biz buna su çiçəyi xəstəliyinə simptomatik müalicələr təyin edirik. Əgər bakterial infeksiya qoşulmayıbsa, virus infeksiyalarında antibiotiklərdən biz istifadə etmirik. Bakterial infeksiyaları dedikdə hansı infeksiyalar nəzərdə tutursunuz? Məsəl üçün körpə yaşlı uşaqlarda uzun dırnaq olmaz. Çünki uşaq üzünə əl aparır və o dırnaqlar vasitəsilə sulu qovuqların içərisinə infeksiyalar daxil ola bilir. Bunun üçün biz körpə yaşlı uşaqlarda dırnaqları qısa formada saxlamalıyıq və yaxud əlcəklərdən geyindirməliyik ki, o üzünə uşaq toxundurmasın. Həm də su çiçəyi səpgiləri izi qala bilir, əgər biz o səpgiləri qopararıqsa. Və bunun üçün də biz uşaqları adətən gigiyenik qaydalara nəzarət edərək bu kimi hallardan qoruya bilirik. Yəni onda düzgün deyirlər ki, adətən su çiçəyinə yoluxanda həm otaq şəraiti sərin olmalıdır ki, eyniliklə uşaqlarda və böyüklərdə də deyirlər ki, qaşımaq olmaz. Çünki izləri qalır. Bəzi həkimlər tövsiyə edirlər ki, yəni duş qəbul etmək olmaz. Bəziləri isə deyir ki, həmin su çiçəyinə yoluxanda duş qəbul etmək heç bir problem yoxdur. İndi bu hansını biz inanaq? Olar, olmaz? Uşaq orqanizmi individualdır. Biz hər bir orqanizmə fərdi yanaşmalıyıq. Səpgilər yoluxduqdan 2-4 gün sonra ərzində artmağa başlayır. Əgər uşaqlarda yüngül gedişli olursa bunlar və biz uşaqları temperaturu yoxdursa, əlbəttə ki, duşda ala bilər. Hər bir halda biz bu uşaqları duşda qəbul olunmasına icazə verə bilirik. Lakin ağır hallar olursa, uşağın yüksək hərarəti olursa, bəzən olur ki, uşaqda səpgilər ağzın selikli qişasının içinə qədər olur. Bu kimi hallarda temperatur yüksək olur uşaqlarda, ümumi halsızlıqlar olur, baş ağrısı, ürək bulanması. Yəni uşağın vəziyyətinə uyğun olaraq biz buna təyin edə bilərik. Duş ala bilərmi və ya ala bilməz. Bəzi mütəxəssislər tövsiyə edirlər ki, duş alanda da marqanec deyirlər də, o açıq çəhrayı, bu bənövşəyi rəngli suyu eləmək lazımdır ki, çünki onun daha çox faydası var, nəinki sadə bir suyun qurutmağa kömək edir həmin o səpgiləri. Doğrudur? Son dövrlər marqanec artıq apteklərdə satışda yoxdur. Biz onlardan istifadə etmirik. Biz bunun əvəzinə bitki tərkibli vannaları uşaqlar üçün məsləhət görə bilərik. Məsəl üçün ramaşka ilə, kalendula ilə vannaları uşaqlar üçün təyin edə bilərik. Yüksək hərarət zamanı temperatur 38-dən yuxarı olduqda parasetamol, ibuprofen təyin edə bilərik. Bəs pəhriz, xüsusi bir pəhriz? Bəli, xüsusi pəhriz lazımdır ki, səpgilər qıcıqlanmasın, artmasın. Əsasən yağsız, duzsuz yeməklər, xüsusi kaşalar təyin etməliyik, sıyıqlar belə deyim.
və diqqəti, nəzarəti saxlamalıyıq uşaq üzərində. Evdə kimsə xəstədirsə, su çiçəyinə yoluxubsa, hamilə qadına keçə bilərmi? Keçəndə hansı fəsadlar, hansı problemlər yarada bilər? Bəli, bu hallar baş verə bilər. Ümumiyyətlə su çiçəyi xəstəliyinin 21 gün inkubasiya dövrü vardır. Yeniyetmələrdə, hamilələrdə, uşaqlar da bir-birinə yoluxduqda, kontaktda, əlaqədə olduqda, əşyalardan, hər bir halda bu insanlarda bir-birinə yoluxma hadisəsi baş verə bilir. Hamilələrdə də bu hadisə baş verdikdə ilk 3 ay ərzində çox ciddi fəsadlara gətirib çıxara bilir. Əgər hamiləliyin 3 ayı tamam olmayıbsa, sonralar da ciddi fəsadlar yarana bilir. Əsasən fəsadlar ondan ibarət olur ki, hamilə qadın su çiçəyinə yoluxursa, ölü-döl doğula bilir, vaxtından əvvəl doğuş ola bilir və ümumi anadan gəlmə anomaliyalarla uşaq doğula bilir. Deyirlər ki, su çiçəyinə yoluxandan sonra onu ikinci dəfə də yoluxma hansısa bir riski var. Doğrudur ya yanlışdır bu? Əgər uşaq yaşlarında peyvənd olunubsa, yəni hər bir halda bir dəfə bu su çiçəyi xəstəliyinə yoluxma halları müşahidə oluna bilir. İkinci hallar olanda indi digər infeksion xəstəliklər vardır uşaqlarda. 6-cı xəstəlik deyilir, Coxsackie virusu deyilir. Bunlarla diferensiasiya etmək lazımdır ki, bu xəstəliklər bir-birinə çox oxşuyur. Bu su çiçəyidir və yaxud da digər infeksion xəstəlikdir. Əgər uşaq vaxtında peyvəndlənirsə, uşağın deməli 12 ayında 15 ayında su çiçəyi peyvəndi aparılır, birinci mərhələ. İkinci mərhələdə 4-6 yaşa vaxtında təyin edilir. Bəs elə insanlar var ki, ümumiyyətlə uşaq vaxtında su çiçəyinə yoluxmayıb, amma artıq gəlib çatır 35, 40, 45 yaşına və həmin bu xəstəliyə yoluxur. Onda daha ağır keçirdir. Yəni hansı risklər var? Çox ağır gedişli olur. Yeniyetmələrdə su çiçəyi xəstəliyi yüksək hərarət ola bilir. Baş ağrısı, ümumi halsızlıq, əsasən yeniyetmələr arasında belə ağır hallarda çox nadir olur, müşahidə olunur. Yəni onda həmin böyük vaxtda su çiçəyinə yoluxanda müddət uzanır, yoxsa elə 21 gün çəkə 21 bilər? gün inkubasiya dövrü var. 10-21 gün, bəli. Bəs fəsadlar hansı fəsadlar ola bilər? Başqa bir xəstəliyə yol aça bilər? Əgər belə deyək də düzgün müalicə olunmasa, Düzgün müalicə olunmasa başqa xəstəliklərə, ağırlaşmalara yol aça bilir. 30-35 yaşında, 40 yaşında bu xəstəliyi, yəni su çiçəyi tutanda nədən irəli gələ bilər? Yəni orqanizm əvvəl keçirməyib, amma artıq müəyyən yaşdan sonra keçir. Nədən irəlidir bu? Dediyim kimi o artıq orqanizmin özünə xas olan bir əlamətdir. İndividual olaraq yəni hər bir orqanizm yaranmışdır. İmmunitet deyirlər, Bəli, zəifləyəndə. immunitet zəifləyəndə Kim ki yarana bilir. pəhriz saxlayır, ağır pəhrizlər saxlayırlarsa, tək su çiçəyinə deyirlər ki, yox, bütün xəstəliklər oyana bilir. Bəli, immunitet aşağı düşdükdə, immunitet səviyyəsi aşağı düşdükdə əlbəttə ki, bütün xəstəliklər yarana bilir. Bu indiki dövrdə çox çətin, bütün xəstəliklərin oyanması. Biz nə etməliyik ki, bu çətin dövrdə immunitetimizi möhkəm saxlayaq? Yəni biz nə ilə qidalanaq? Mən bu sualı hər bir həkimə, doktora verirəm. İlk öncə biz idmanla məşğul olmalıyıq immunitet sistemini möhkəmləndirmək üçün. Sonra qidalanmalıyıq. Təbii ki, orqanik qidalarla qidalanmalıyıq. Bura tərəvəzlər daxildir, yumurta, qırmızı ət və digər toxumlu bitkilər, kətan toxumu, chia toxumu, bunlar kömək edə bilir. Siz əgər hansısa bir reseptləri özünüz üçün, öz ailəniz üçün hazırlayırsınızsa, uşaqlarınız üçün, həmin reseptlərlə bizim izləyicilərlə də bölüşsəniz sevinərik. Mən sadə bir resept deyə bilərəm sizə. Axşamları qatığa chia toxumu bir gün kətan toxumu, bir gün tərəvəzlərdən qarışdırıb qatıq insan üçün çox faydalıdır. Hər axşam bir balaca qatıq yeməklərini tövsiyə edirəm. Adətən körpə uşaqlara, analara tövsiyəm odur ki, evdə hazırlasınlar özləri. Nə qədər? Demək, bir stəkan qatığa nə qədər chia toxumu və nə qədər kətan toxumu? İkisi də bir arada yoxsa ayrı-ayrılıqda? Yox, ayrı-ayrılıqda bir gün ara fasilə ilə bunu analarımız uşaqlara təyin edə bilərlər. Bir çay qaşığından təyin etmək olar.
balaca bir çaşkada. Üydülmüş aparatdan keçirmək lazımdır, yoxsa ehtiyac yoxdur? İstəsələr kətan toxumunu üyüdə bilərlər aparatdan. O da yalnız 3 gündən bir, yəni tez-tez bu halı etməlidirlər. Üydüm, qoyum, saxlayım, sonra təyin edərəm. Artıq onda kətan toxumunun keyfiyyəti itmiş ola bilər. Nə gözəl. Yəni əgər baxın siz də immunitetinizi bugünkü gündə həm uşaqlarınızda, həm özünüzdə bərkitmək istəyirsinizsə, bax bu resepti siz də hazırlayıb ev şəraitində qəbul Onu edə da qeyd bilərsiniz. etmək istəyirəm ki, kətan toxumunun tərkibində omega 3 var. Məktəb yaşlı Təbii uşaqların, omega. bəli, zehin fəaliyyətinə də çox müsbət təsir göstərir. Çox gözəl. Təşəkkür edirəm Fidan xanım bu reseptə görə. Yəni hansısa bir reseptlər yadınıza düşsə bu belə faydalı, mütləq Çox bizim sağ olun. izləyicilərlə də və bizimlə də bölüşə bilərsiniz. Mən isə fürsətdən istifadə edib bizim izləyicilərə də, yəni kimlər ki bizə hal-hazırda bax elə bu söhbətin bu dəqiqəsindən qoşulubsa, xatırladım ki, bizim səhifələrə qoşula bilərsiniz. Instagramda da, YouTube-da da, Instagramda Rəsulova ilə söhbət yazıb səhifəyə abunə olursunuz. Bütün videoları diqqətlə izləyib öz suallarınızı, rəylərinizi yazıb göndərə bilərsiniz. Eyniliklə YouTube kanalında da Vəfa Rəsulova yazıb kanala abunə olursunuz və öz rəylərinizi, öz təkliflərinizi yazıb göndərməyi unutmursunuz. Və aşağıda qeyd olunan telefon nömrəsi ilə də əlaqə saxlayıb bizimlə həm söhbətə qoşulub öz suallarınızı fürsətdən istifadə edib deyə bilərsiniz. Qonağımız da bu mövzu ilə bağlı öz faydalı məsləhətləri ilə bölüşür. Nə etmək lazımdır? Bax allergiyada və yaxud da su çiçəyinə əgər yoluxmusunuzsa nələr etmək lazımdır? Eyniliklə qızılça da ola bilər. Düzdür, bəzən qızılça səhv eləmirəmsə soyuq aylarda yoluxur. Yoxsa elə fərqi yoxdur? Fərqi yoxdur. Yaz payız aylarında biz qızılca xəstəliyindən rastlaşa bilirik. Bu da infeksion xəstəlikdir. Uşaqlarda rast gəlinir, yeniyetmələrdə, böyüklərdə rast gəlinir. İnkubasiya dövrü su çiçəyində olduğu kimi 10-21 gündür. Qızılcanın səpkiləri su çiçəyindən fərqli olaraq deməli xırda-xırda yaranır və sonra dəri səthi üzərində böyüməyə, genişlənməyə başlayır. Qızılca zamanı baş ağrıları, ümumi halsızlıq, quru öskürək, boğazda ağrılar, qaşınmalar yaranır. Bunun üçün də bəzən qızılca xəstəliyini biz soyuq dəymə xəstəliyi ilə analar səhv sala bilir. Yəni əlamətlər bir-birinə oxşar olduğu üçün analar belə düşünür. Bəs necə fərqləndirsinlər? Yəni bu da səpkidir, bu da halsızlıqdır. Bəs fərqi nədədir? Deməli ilk günlərdə əgər uşaqda səpkilər yaranmayıbsa və ümumi halsızlıq müşahidə olunursa, temperatur çox yüksək olur, 39-41 dərəcə yüksəkliyində olur. Və biz bunu müayinə edərkən səpki yoxdur, amma klinik əlamətlər xəstədə görürük. Biz onu soyuq dəymədən fərqləndirmək üçün ilk gün uşağın ağzında selikli qişanın içərisində xırda duz dənəcikləri ölçüsündə filatov koplik deyilən ləkələr görürük. Dilinin üstündə, ağzın selikli qişalarında, yanağın iç səthində biz bunları əgər görürüksə, ağ duzcuqlar olur, ərp kimi. O da narahatçılıqlar yaradır. Bəli, təbii uşaq qidalanmasında narahatçılıqlar yaranır. Yəni səpki olmadıqda biz ilk ağzın içinə baxaraq, əgər o filatov koplik ləkələri görürüksə, yanağın iç səthində, bununla da biz artıq diaqnozumuzu təyin etmiş oluruq ki, uşaqda qızılca xəstəliyi keçirir. Uşaq yoluxduqdan 2-4 gün sonra artıq əlamətlər özünü biruzə verməyə başlayır. Səpkilər 7 gün ərzində tam yaranır. Və biz müalicəmiz simptomatik müalicə olur. Yəni yüksək hərarət olduğu üçün parasetamol, ibuprofen təyin edirik. Qaşınma halları yaranır. Onun üçün antihistamin preparatlar təyin edirik. Ağırlaşma olmursa ev şəraitində uşağı nəzarətdə saxlayırıq. Sahə pediatrları gəlir, uşağı nəzarətdə saxlayırlar. Əgər biz uşağı nəzarətdə kənarda qoyarıqsa, çox ciddi ağırlaşmalar Misal üçün hansı baş verir. ağırlaşma, hansı fəsadlar yarada bilər? Deməli qızılcanın ağırlaşması ağciyərlərin pnevmoniyası, iltihabıdır.
otit xəstəliyidir, orta qulağın iltihabı. Ən ağır forması da beyin iltihabı, ensefalopatiyalara qədər gətirib çıxarır. Çox ağır xəstəlik yarana bilər. İndi baxın Fidan xanım, bax elə qızılçadır, digər xəstəliklərdir. Valideynlər bəzən məsəl üçün bir xəstəliyin müalicəsi ilə digər xəstəliyin müalicəsini eyni tuturlar və deyirlər ki, onsuz da o biri xəstəliyi də biz evdə, yəni həkim belə eləmişdi, mən də onun dediyi kimi özüm müalicə edəcəm. Bu doğrudur ya? Xeyr, doğru deyil. Elə onun üçün də burdan analarımıza bildirmək istəyirəm ki, ağır fəsadlar yarana bilər qızılca xəstəliyində. Çox ciddi yanaşmaq lazımdır xəstəliyə. Gigiyenik əlamətləri qorumaq lazımdır. Uşağın gigiyenasına diqqətlə yanaşmaq lazımdır. Qızılca da su çiçəyi kimi, əgər uşaqlıqda keçirməyibsə, böyük yaşlarında keçirə bilər? Bəli, əlbəttə, əgər uşaq yaşlarında keçirməyibsə, yeniyetmələrdə qızılca xəstəliyinə yoluxa bilərlər. Bu da dediyim kimi, digər infeksion xəstəliklər kimi, su çiçəyi kimi çox ağır gedişli olur yeniyetmələrdə. Onda, yəni böyüklərdə, əgər yoluxubsa qızılcaya, onda müalicəsi eyni gedir, yoxsa daha fərqli olur? İndividual yanaşırıq. Onun uşağın immunitetinə bağlı olaraq yüngül gedişli də ola bilər, orta və ağır gedişli də ola bilər bu xəstəliyin gedişi. Başqa hansı xəstəliklər daha çox bahar fəslində oyanır? Məsəl üçün məxmərək xəstəliyi yarana bilər. O da xəstəliyi fərqləndiririk biz su çiçəyindən, qızılcadan onunla ki, uşaqların deməli üst səthində, boyun səthində yarana bilər. Temperaturası olur. Bu xəstəlik də 7 gün ərzində çəkir. Yəni nəzarətdə Onun simptomları necədir? Səpkidir, sonra? Səpkidir. Əsasən məxmərəyin simptomu limfadenit olur. Limfa düyünləri boğaz şişir, bəli. Onların da müalicəsi, yəni bəli, hamısı bu xəstəliklər, sadaladığım xəstəliklər su çiçəyidir, qızılcadır, məxmərəkdir. Bunlar virus infeksiyasıdır. Hava damcı yolu ilə yayılırlar. Uşaqları bu xəstəlikdən qorumaq üçün yeganə üsul peyvənd üsuludur. Müəyyən yaş dövrlərində peyvənd alan uşaqlar yüngül formada keçirirlər. Peyvənd almayan uşaqlar ağır formada keçirə bilirlər. Yeniyetmələr də yenə də keçirdikdə ağırlaşa bilirlər. Ağırlaşma halları yarana bilər. Bir də Fidan xanım, bunu izləyicilərdən biri bizə yazmışdı ki, xüsusi bir yəni aylarda onun allergik simptomlar keçirdir və onun müalicəsi deyir, məndə yoxdur. Mən sadəcə xüsusi burun, boğaz bu spreylərindən istifadə edirəm, onunla sakitləşirəm. Hətta yatanda belə həmin o spreylər məni sakitləşdirir. Yəni bu kimi müalicə özü həkimsiz aparılmasına necə münasibət göstərirsiniz? Həkimsiz allergik riniti və digər allergik xəstəlikləri müalicə etmək düzgün deyildir. Xüsusi yəni həkimin təyinatı altında qarmonlar vardır, həkim təyin edir. Ümumən antigistamin təyin edirik biz belə xəstələrə, gistamini bloklamaq üçün. Məsəl üçün tozcuqdur, gənələrdir, ev heyvanlarıdır. Bu kimi hallarda allergik rinit yarananda biz həmin insanlara tövsiyə edirik ki, ev heyvanları saxlamasınlar. Otaq şəraiti nəmli olmalıdır. Xüsusi gigiyenaya diqqət edilməlidir və həkim nəzarətində xüsusi qarmonlar allergik xəstəliyin nəzarətdə saxlamaq üçün təyin edirik. Allergik bu xəstəlikləri yada salmışkən, eyniliklə siz də dediniz ev heyvanları, ev heyvanlarına qarşı olan bu allergiyası olanlar, onlar nə etməlidirlər? Ümumiyyətlə bunun müalicəsi var, yoxsa elə bu sona qədər davam eləyir? Ev heyvanları saxlayan şəxslər allergik rinit varsa, onlar o ev heyvanlarını saxlamamalıdırlar. Çox təəssüf uzaqlaşmalıdırlar. Əgər evləri həyət evidirsə, həyətdə ola bilər. Yəni ev şəraitində allergik rinit xəstələri, digər allergik xəstələr tövsiyə etmirik. Yəni əgər allergiyası varsa, amma belə deyək də evdə əgər uşaq varsa, o heç cür bu vəfalı dostundan, bu kiçik dostundan ayrılmaq istəmir. Amma digərdən həm uşağın ola bilər və yaxud da evdə başqa böyüyünün allergiyası ola bilər. Hansı fəsadlar yarada bilər? Yəni ki, əgər davam eləyir də
Asma xəstəliyinə qədər, bronxial asma xəstəliyinə qədər gətirir, çıxarır. Artıq kliniki hala keçir. Allergik xəstəliklər sonda da asmaya səbəb olur. Yəni bu allergiya heyvanlara qarşı olan allergiya o nədən? Tüklərindən allergiyadır yoxsa? Heyvanların tüklərindən yaranır, ev gənələrindən yarana bilər, evdə tarakanlardan yarana bilər. Yəni bu kimi hallarda. Həşəratlardan da allergiya ola bilər. Yəni bu həşəratlardan onda necə qorunmaq lazımdır? Gigiyenik qaydalara əməl edərək. Ki mən sizə bir söz deyim, Fidan xanım. Ya hal-hazırda bu gigiyenik qaydaları qorumaq üçün xüsusi maddələrin sayı hesabı yoxdur. Söhbət heç ev heyvanlarından da getmir, hansısa bir güllərin açmasından da getmir. Xüsusi bu maddələr var ki, kimyəvi maddələr, elə onlara qarşı da bir çoxlarının, elə biri də mən olaraq, onlara da qarşı bizim allergiyamız var. Yaxşı, biz nə edək, necə nəfəs alaq, necə özümüzü qoruyaq? Evi səliqəli saxlamaq lazımdır. Evi səliqəli saxlayırıq, elə bu maddələrdən çox istifadə eləyirik də ona görə. Onun da öz yolları var, təbii yollarla. Məsəl üçün, pişivaya soda, çay sodası ilə siz evi təmiz saxlaya bilərsiniz. 3% perekslə. Xüsusi o soda necə təmizləyir ki? Ağardıcı vasitə yaranır, ondan siz yəni evləri təmiz saxlayır. Sirkəni mən çox eşitmişəm, bu sulu sirkə, hətta o dinimizdə də var, eşitdiyimə görə. Amma bu soda məsələsi bəs pullarımızı ağartmayacaq. Siz artıq yəni bilirsiniz, bu işdəsiz, ona görə sizə yəqin çox müraciət eləyirlər valideynlər bununla bağlı. Nə məsləhət görə? Allergik xəstə varsa evdə, yəni belə deyək də, təmizləyici vasitələrdən istifadə etməyərək də, yəni sadə su ilə də evi silə bilərsiniz. Yəni dediyiniz kimi sirkə əlavə edərək. Aydındır. Təşəkkür edirəm Fidan xanım. Mən bir daha bütün valideynlərə, bütün böyüklərimizə buradan müraciət etmək istəyirəm ki, çalışın bütün xəstəlikləri, yəni özünüz yox, həkimlər vasitəsilə müalicə edəsiniz. Çünki həqiqətən də özümüz və yaxud da böyüklərimiz, qonşunun, tanışımızın məsləhətlərinə dinləyib müalicə aparanda doğrudan da kiçik bir hansısa bir xəstəliyi qısa bir vaxt ərzində böyütmüş oluruq. Mən də hər kəsə uğurlar arzu edirəm, sağlamlıq arzulayıram və valideynlərimizə uşaqlara qarşı diqqətli olmağa çağırıram. Allergik rinit xəstəliyinə biz elə belə xəstəlik kimi yanaşmayaq. Allergik rinit xəstəliyi həyat fəaliyyətinə, əmək fəaliyyətinə təsir göstərir, mənfi təsir göstərir. Yuxu pozulmaları yaranır və uşaqların məktəbdə davamiyyətinə çox ciddi təsirlər göstərə bilir. Və sonda Fidan xanım istəyərdim bütün qonaqlara, yəni dediyim kimi sizdən də xahiş eləyim ki, izləyicilərimizə çox vacib, çox önəmli, bilirəm, çox məlumat verdiniz, lazımlı məlumatlar qeyd etdiniz, amma istəyərdim ki, məsləhətlərinizi də 5 vacib məsləhət. Analarımıza tövsiyəm odur ki, peyvənddən qorxmasınlar. Həkim nəzarəti altında uşaqlara qarşı olan peyvəndləri yəni yerinə yetirsinlər vaxtında. Aydındır. Təşəkkür eləyirəm Fidan xanım. Dəvətimi qəbul etdiniz. Öz məsləhətlərinizi həm bizi, həm bizim izləyiciləri sevindirmiş oldunuz. Buradan bir daha bütün izləyicilərə demək istəyirəm ki, əgər sizin də hansısa bir suallarınız varsa, bizim səhifələrə qoşulub yazıb göndərə bilərsiniz. Instagramda Rəsulova ilə söhbətə yazırsınız və abunə olursunuz. YouTube-da da Vəfa Rəsulova yazıb kanalımıza abunə olub öz rəylərinizi, təkliflərinizi göndərə bilərsiniz. Təşəkkürlər. Fidan xanım, minnətdaram və sonda qeyd etmək istəyirəm ki, qonağım həkim-pediatr Fidan xanım Mirzəyeva idi. Təşəkkürlər. Çalışın ki, uşaqlarınızı vaxtında müalicə edib və düzgün müalicə aparasınız ki, sonradan böyüyəndə peşmançılıq hissi yaşamayasınız.